Səhər saatlarında gələn xəbər üzücü oldu. Heç kimin gözləmədiyi hadisə baş verdi. Bu səhər əvvəlki kimi açılmadı. Beləliklə, Cəfərağa Şiriyev 72 illik həyat hekayəsini başa vurdu. ...72 ilin hekayəsi. Azərbaycanın yol təsərrüfatında kifayət qədər tanınan əməkdar mühəndis, Azbir şirkətinin baş mühəndisi Cəfərağa Şiriyevi beləcə bir göz qırpımında itirdik. O bu dünyada 72 il şərəfli, ləyaqətli ömür sürdü. Həm işlədiyi sahədə, iş yerində, həm də insanların qəlbində böyük boşluq yaratdı. Cəfərağa Şiriyev 19 mart 1952-ci ildə Salyan şəhərində Mirtöhfə Cəfərova və Ağabala Şiriyevin ailəsində dünyaya göz açıb. 1968-ci ildə orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları üzrə mühəndis ixtisası üzrə təhsil alıb və oranı 1974-cü ildə bitirib. Yolda yorulmaz həyat sürmək ona atasından qalma bir sənət mirası idi. Bəlkə də çoxları bunu bilmirdi. Əslində o, atası Ağabala kişinin yolunu davam etdirirdi. Mənim qardaşım da anamızın tövsiyəsi ilə və özünün də həvəsi var idi. Atamızın yolu ilə gedib, avtomobil yolları ixtisası üzrə ali məktəbə qəbul oldu və ali məktəbi bitirdikdən sonra bütün həyatını ancaq və ancaq yol sahəsində çalışıb, müxtəlif idarələrdə baş mühəndis, idarə rəhbəri işləyib və onun seçdiyi yol həyatının axırına qədər və ona başucala gətirib. Cəfərağa Şiriyev müxtəlif illərdə ayrı-ayrı yol idarələrində iş icraçısı, baş mühəndis, rəis vəzifələrində işləyib. Bundan başqa Elm İstehsalat Müəssisəsinin direktoru kimi də çalışıb. 1995-ci ilin noyabr ayından ölkəmizin tanınmış yol tikinti şirkəti olan Azbirtdə asfalt beton istehsalı zavodunun direktoru vəzifəsində işə başlayıb. 2004-cü ildən isə ömrünün sonuna dək bu şirkətin baş mühəndisi vəzifəsində işləyib. 10 aprel 2012-ci ildə əməkdar mühəndis fəxri adına layiq görülüb. Bir çox mükafatlar alıb. Qardaşım ali məktəbi qurtardıqdan sonra rayonumuzda yol tikinti idarəsində iş icrası vəzifəsində fəaliyyətə başlayıb. Bakıya gəldikdən sonra professor Əli Əliyevin rəhbərliyi altında fəaliyyətə başlayıb, müxtəlif idarələrdə işləyib. Azərbaycanda bir çox layihələrdə onun birbaşa zəhməti, əziyyəti, əməyi olub. Bizim ayrı hava limanı yolunun tikintisində, Bilgah yolunun tikintisində, Qala-Pirallahı yolunun tikintisində əvvəldən axıra qədər çalışıb. Cəfərağa Şiriyev Azbirt MMC-də çalışdığı dövrdə bir çox yol və hava limanı infrastruktur layihələrinin ərsəyə gəlməsində zəhmət sərf edib. Elə bir layihə yoxdur ki, orada onun adı keçməsin. Böyük Şor Dairəsi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərdəkan Bilgah, Buzovna Mərdəkan Qala, Qala-Pirallahı, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddi yeni avtomobil yolu, Olimpiya stadionuna aparan yollar, körpülər, tunellər, Formula 1 Azərbaycan Qran Prisi üçün inşa olunan trek və s. saya bilmədiyimiz daha neçə layihədə Cəfərağa müəllimin izini görmək mümkündür. Serbiya, Bosniya və Hersegovina, Ukrayna, Qırğızstan kimi ölkələrdə icra edilən beynəlxalq layihələrdə də baş mühəndis olaraq Cəfərağa Şiriyev Azbirtin işini ləyaqətlə yerinə yetirib. Mən Cəfərağa müəllimdən təxmini 93-cü illərdə bir yerdə işləməyə, fəaliyyətə başlamışıq. Böyük bir 30 ildən çox bir müddət keçib, böyük bir zamandır və bu zaman ərzində
Cəfər ağa müəllimin xəsiyyəti, Cəfər ağa müəllimin işgüzarlığı, Cəfər ağa müəllimin hər tərəfli həm istehsalatda, həm həyatdakı xəsiyyəti yadda qalıb və bizim Azvirt şirkəti üçün, şəxsən mənim üçün böyük bir həyatımızda həm şirkətin, həm özümüzün böyük bir rol oynayıbdır Cəfər ağa müəllim. Hər şeyin yaxşısı olmaq çox çətindir. Məsələn, həm yaxşı insan olasan, həm böyük mütəxəssis. Cəfər ağa müəllim məhz belə insanlardan idi. Bugün onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Cəfər ağa müəllimi mən 25 ildən artıq müddətdir ki, tanıyırdım və biz bir yerdə uzun müddət çalışmışıq. Bir iş yoldaşı kimi, bir dost kimi onun haqqında yalnız və yalnız xoş sözlər deyə bilərəm. Çünki Cəfər ağa müəllim öz əməyi, öz əməli, hərəkəti, fəaliyyəti ilə yalnız xoş sözlərə layiqdir. Çox gözəl söhbətçil insan idi. Bəzi adamlar kənardan baxanda deyirlər ki, güya çox da danışmağı xoşlamayan, ancaq yaxın adamlarla çox söhbətçil və hər bir şeydən xəbəri olan insan idi və bu mənada həqiqətən də çox maraqlı insan idi. Onunla hər bir şey haqqında da uzun-uzun danışmaq olurdu, rahat danışmaq olurdu, bölüşmək olurdu. 1982-ci ildə mən institut bitirib gələndə Cəfər ağa müəllim Dobremstoyda 6 nömrəli idarədə işləyirdi. O vaxtdan biz yaxınlıq eləmişik, dostluq eləmişik, yaxın yoldaş olmuşuq. Həmişə bir yerdə, bütün tədbirlərdə, məclislərdə çox yaxınlıq eləmişik, bir yerdə getmişik. Cəfər ağa müəllim uşaqdan uşaq, böyükdən böyük, həddindən artıq çox kövrək insan idi. Ona görə ki, inanın, bu dəqiqədə mən bütün günü sahədə, yəni fəhlələrlə, işçilərlə olanda, Cəfər ağa müəllimdən söz düşəndə, hamı deyir ki, Cəfər ağa müəllim məndən getdi, bizdən getdi. Yəni ki, mən hesab edirəm ki, Cəfər ağa müəllim Azvirtdən getdi. Azvirtin 20 il baş mühəndisi olmaq böyük məsuliyyət deməkdir. Bu illər ərzində Cəfər ağa Şiriyevin hava nəqliyyatı sahəsində icra edilən layihələrdə də əməyi danılmazdı. Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra infrastruktur layihələri, eləcə də yeni aerovağzal terminalı, o cümlədən 2006-2013-cü illərdə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax hava limanlarının inşaatında da o daim iş başında olardı. Cəfər ağa müəllim bizdə yol tikintisində bir mühəndis kimi böyük rol olubdu. Sonra bir baş mühəndis kimi, sonra bir rəhbər kimi, Azvirtin rəhbərlərindən biri kimi insani münasibətlərdə böyük rol olubdu. Çox vaxtı, məsələn, hansısa bir sualı həll eləmək üçün münasibətlərdə, işdə, sifarişçi ilə, kolleqalar arasında hamısı müraciət eləyirdi Cəfər ağa müəllimə. Ona görə ki, hər şey irəli gəlirdi onun xəsiyyətindən, onun həm professional bacarığından, həm insani keyfiyyətindən. Cəfər ağa müəllim ömrünün böyük bir hissəsini Azvirtə bağlamış. Ancaq institut bitirəndən bu yana yol təsərrüfatında işləyən insan idi. Bizim tanışdığımız hətta instituta tələbə illərindən biz birimizdən tanış idik. Məndən bir-iki kurs yuxarı idi, məndən bir-iki yaş böyük idi. Və sonra Azvirtdə işləyən müddətdə daha çox ünsiyyətimiz oldu. Peşəkar kimi, mütəxəssis kimi. Mən bir mənalı söyləməliyim ki, Azərbaycan yol təsərrüfatı üçün Cəfər ağa müəllim böyük bir iz, yaxşı mənada, gözəl bir iz qoymuş insandır. Azvirt şirkətini qazandığı uğurlarda Cəfər ağa müəllimin də əməyi böyük olmuşdur. Hətta dövlətimiz tərəfindən də onun əməyi yüksək qiymətləndirilmiş və o əməkdar mühəndis fəxri adına layiq görülmüşdür. Bugün indi Cəfər ağa müəllim haqqında bu danışdıqlarım ona olan dərin hörmət və ehtiramımın yalnız bir hissəsidir. Çünki o gözəl insan haqqında lazımi ifadələri tapıb danışmaq o qədər də asan deyil. Çünki Cəfər ağa müəllim gözəl mütəxəssis, etibarlı dost, alicənab ailə başçısı kimi gözəl bir insan idi. Heyf ki, biz belə bir insanı vaxtsız itirdik. Nəhayət Cəfər ağa müəllim ən böyük arzularından birini də həyata keçirə bildi.
Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra ona demək olar ki, Azbirtin baş ofisində az rast gəlinirdi. Çünki müqəddəs torpaqlarda şirkətə böyük etimad göstərilərək Füzuli, Zəngilan, Laçın beynəlxalq hava limanları, Zəfər yolu, Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd, Əhmədbəyli, Füzuli, Şuşa, Kəlbəcər, Laçın kimi mühüm layihələrin icrası həvalə olundu. Cəfərağa müəllim o qədər işinə bağlı adam idi ki, onu hətta evdə saxlamaq mümkün deyildi. O hər səhər durar, idmanını eləyər, sağlamlığına çox fikir verərdi. Ancaq yoruldum sözü deməzdi. Hələ heç torpaqlarımız alınmamışdan əvvəl deyirdi ki, o Qarabağ alınsaydı orada elə gözəl yollar çəkərdim, elə gözəl körpülər düzəldərdim, yaradardım ki, onun arzusu idi və arzusu həyata yetdi. Demək olar ki, həftənin 3 günü, 4 günü elə Qarabağda olurdu. Tez-tez Qarabağ bölgəsinə gedər və bizim şirkətin orada icra etdiyi layihələr üzrə işlərin gedişatına nəzarət edərdi və qaydanda həmişə mənimlə fikir mübadiləsi aparardı. Və bu fikir mübadiləsi əsnasında o həmişə qürur hissi ilə, fəxrlə Qarabağda apardığımız yol tikinti işlərindən danışar və fəxr edərdi ki, yol sahəsinin inkişaf etdirilməsində onun da əməyi vardır. Bir örnək idi. Biz onu hər yerdə misal çəkirdik, hər yerdə. Çünki dünyada çox şəxsiyyətlər gəlib gedirdi, amma bu hər tərəfli idi, hər tərəfli. Bu adam yorulmaq bilmirdi, bu adam, inanın, gecə Qarabağdan saat 3-də gələrdi, səhər 8-də obyektdə bizi axtarırdı. Yəni, işçilərlə sahədə çox olurdu, sahədə sevirdi. Çünki oturmaq istəmirdi başında, baş mühəndis baxmayaraq, oturmaq istəmirdi. Həmişə gəlirdi cəmaatın içinə, xalqın içinə. İstəyirdi ki, bir yerdə olsun, onların dərdlərini bölüşsün. Bu keyfiyyətlərə sahib olduğu məktəbi vardı. Bu məktəb Azbirtin yaradıcısı, görkəmli alim, texnika elmləri doktoru, professor Əli Musoğlu Əliyevin məktəbi idi. İlk vaxtlardan ondan öyrənmək, onun dediklərini yaddaşda həkk etmək, həm idarə etmədə, həm də elmi izahlardan yararlanmaq Cəfərağa müəllimi bu sahədə püxtələşdirmişdi. Bir şey də deyim ki, mənim qardaşım həmişə deyərdi ki, mən bu yol sahəsində aldığım bilikləri ancaq professor Əli Əliyevə minnətdaram. Mən Allahıma şükür edirəm ki, belə bir mütəxəssisin yanında mən işləmişəm və ondan yol işlərinin bütün sirlərini öyrənmişəm. Amma bu qədər həyat dolu insanın özünü yola sərf etməyə yetərincə zamanı çatmadı. Çox boşluq yaranıb içimdə. Onsuz çox darıxıram. Özümə təsəllini ancaq o qəbr üstünə gedəndə təsəlli tapıram. Elə bilirəm ki, arxamda ayağım yox olub. O olanda özümü qüvvətli, güclü, əvvəllər kim mənə görərdi, deyərdi ki, səni biz necə görmüşüksə, sən elə də qalmısan. Ancaq bu axır bir ildə mən özümə gələ bilmirəm. Azbirtdə böyük şəxsiyyətlər olub, Əli Musaic bizim ağsaqqalımız, böyüyümüz olub. Onu itirəndə biz dedik ki, Azbirt yetim qaldı. Amma Cəfərağa müəllimi itirəndə biz həqiqətən də hər kəs dedi ki, məndən getdi. Yəni biz elə bir ki, öz yaxın adamımızı, şəxsən mən çox axtarıram onu o bir ildə. Çətinə düşəndə, bir adamla bir problem həll eləyəndə əlimə atıram telefonu, amma Allah rəhmət eləsin. Düşünürəm ki, həqiqətən də bizim üçün bu böyük itki idi. Yəni gözlənilmədən, yəni insanın belə gözlənilmədən getməsi həqiqətən də hər birimiz üçün böyük bir dərd idi. Bütün şirkət onun olmamasına belə deyim ki, hardasa inanmır. Yəni elə bilirik ki, sıramızdadır, bizləndir. Çünki tez-tez onun haqqında söhbət olur, tez-tez onu yada salırıq. İşə görə, nə bilim, adi bir zarafatlarına görə,
kollektivdir. Çünki hər bir vəziyyətdə Cəfər ağa müəllim olubdu. Nə bilim, ad günlərdə olubdu, yeni şənliklərdə olubdu. Yəni bu mənada da həqiqətən də çox belə şən insan idi. Düzdür, bu gün Cəfər ağa müəllim aramızda olmasa da, cismən aramızda olmasa da, onun ruhu bizim qəlbimizdə həmişə yaşayır və yaşayacaqdır. Məkanı cənnət olsun, qəbri nurla dolsun Cəfər ağa müəllimin. Yaxşı xatirələr qalıb onun haqqında. Hər dəfə də danışanda insan kimi doğsunuram, pis oluram, amma həyat budur da, nə eləmək olar? İnsan həyatında dost qazanmaq, onu sınaqdan keçirmək əsasən əsgərlik və tələbəlik illərində daha yaxşı yadda qalan unudulmaz illərdir. Məhz Cəfər ağa müəllimlə mənim tanışlığım tələbəlik dövrünə təsadüf edir. Bizim dostluğumuz sonradan əmək fəaliyyətində də davam etdi. Gənclik illərimiz keçdikcə bu dostluq ailəvi dostluğa keçdi. Biz Cəfər ağa müəllimlə hər həftə istirahət günləri görüşərdik. Dostlarla çay stolu arxasında əyləşib keçən illəri xatırlayardıq. İndi mən evdə oturan da istirahət günləri gözüm telefonda qalır ki, budur Cəfər ağa müəllim zəng eləyəcək. Çox təəssüf. Mən Cəfər ağa müəllimin ölüm xəbərini eşidən də mənim üçün çox ağır oldu, çətin oldu. Biz üç qardaş olmuşuq. Mən tək qaldım. Kaş. Mən gedərdim, o qalardı. Bax belə. Başqalarından fərqli olaraq Südabə xanım üçün bu itkinin ifadə edilməli hansısa formasını tapmaq çox çətindir. Sağlığında ondan eşitdiyi sevgi dolu sözlər bu gün də qulağındadır. Səs həmin səs, ahəng həminki ahəngdir. Belə bir həyat yoldaşı. Ana əvəzi, mənim anamın əvəzi. Anam oradan rahat yatır ki, məni belə bir əllərlə verdi. Arxain getdi. Allah rəhmət eylesin. Cəfər ağa tək mənim ömür gün yoldaşım deyildi. O mənim həyatımın mənası, həyatımın dayağı, yoldaşım, sirdaşım idi. O ilə keçən ömür mənim üçün Allah tərəfindən verilən bir hədiyyə idi. Çox gözəl insan idi. Çox gözəl. Ondan geriyə qalan xoş xatirələr həmişə yaddaşlarda yaşayacaq. Bugün bəlkə də onun haqqında kədərli nəsə deməyə haqqımız da çatmır. Axı o, özü həmişə şən görünməyə üstünlük verirdi. Könlü küskün düşəni sevindirməyə çalışırdı. 70 illik yubileyini qeyd edərkən gözləmədiyi sürpriz onu təəccübləndirmişdi. Sən bu yaşa çatmağın belə deyilirsən, insanların əməyi var. İkinci valideynlərinə minnətdaram, Allah hamı ki, mən zahirdən ki, belə bir var. Belə bir ailə tutmuşam. Bəlkə də başqa ailə olsun, belə bir olmaz. Arzuların hamısı Allah da qismət edir.
Ailədə keçirilən doğum günləri isə bir başqa olurdu. Burada söylənilən sözlər, fikirlər fərqli idi. Bugün bu görüntülər ailə üçün əziz xatirədir. Hamısın toyun görək. Baba, ad gününü təbrik edirəm. Sənə uzun ömür arzulayıram. Hər gün televizorda baxırıq ki, babanı göstərirlər, bəs Azvit şirkətinin baş injineri, Respublikan əməkdar injineri. Hə, baxırıq, fəxr eləyirik. Yəni sən nəinki Respublikan fəxri, dünyanın da fəxrisən. Çünki çəkcə bu Respublikada yolları çəkmirsən. O gün olsun ki, biz sənə yox, sən bizə televizorda baxa-baxa fəxr eləyəsən ki, bəs Bugün Cəfər ağa müəllimin özündən sonra yadigarı olan 3 qızı və 6 nəvəsi qalıb. Bu ailə onun xatirəsini əziz tutur. Bu xatirə qızları Töhvə, Günel, Gülnar, nəvələri Rəşad, Humay, Nərmin, Raul, Ramal və Muhammedin timsalında yaşayır. Hərə öz işlədiyi, çalışdığı yerdə ata vəsiyyətinin sanki bütün detallarını özləri ilə yaşadır. Onun kimi olmaq, onun kimi düşünmək, yarımçıq arzuları yaşatmaq, bir sözlə Cəfər ağa Şiriyevə layiq olmaq. Umay, bax adalardayıq, adalarda. Bu da baba. Baba əl elə. Düzünü desəm, özümü heç vaxt şıltaq ərköyün kimi aparmamışam. Bəli, evin böyük qızı olmuşam. Həm atam öz anasının adını mənə qoyub, yəni 2 qat bu məsuliyyəti öz üzərimdə həmişə hiss eləmişəm. Və atam da bunu mənə həm hiss elətdirib, həm də inanaraq tapşırıb. Çünki özümdən 2 bacıma da mən nümunə olmalıydım öz hərəkətlərimlə, davranışımla. Həm də atamda bir böyüyə hörmət prinsipi var idi. Yəni evin böyük qızı olaraq, yəni kiçik bacılarım mənə hörmət qoymağı. Atam elə insan idi ki, onunla hər mövzuda rahatlıqla müzakirə apara bilərdiniz. Bu siyasət də ola bilərdi, iqtisadiyyat da, ədəbiyyat da, hər sahədə müzakirə aparmaq mümkün idi və mövzunu dəyişsəz belə yenə də o boşluğu sizə hiss elətdirməzdi. Və çox yaxşı dinləyici idi. Ümumən, hətta kiçik vaxtım mən onunla belə siyasətdən söhbət edəndə, iqtisadiyyatdan o qədər maraqla qulaq asırdı. Elə bilirdim ki, o onları bilmir və mən ona məlumat verirəm. Əlbəttə, böyüdükcə başa düşdüm ki, özünü elə aparırdı ki, söhbətimi kəsməsin. Ümumən, yaxşı söhbət ortağı idi. Nəvələr üçünsə Cəfər ağa baba elə bir yaddaş izi buraxıb ki, hər anı şirin və əzizdir. Biz hamımız 6 nəvəyik və nəvələrin də içində ən böyüyü mənəm. Yəni, ilk nəvə olmaq, böyük nəvə olmaq təbii ki, çox gözəl histir. Amma onunla bərabər həm də çox məsuliyyətli bir histir. Məncə, hər bir uşaq, hər bir nəvə istəyər ki, elə bir babası olsun. Çünki o mənə həmişə bir babadan daha artıq olub. Yəni, mən onunla həm dost olmuşam, həm çox yaxın olmuşam. Bir məsləhətə ehtiyacım olanda və ya bir sıxıntım, bir çətinliyim olanda həmişə özümü onun yanında tapmışam. Yəni, məncə, hər bir uşaq istəyər ki, elə bir babası olsun. Mən kiçikliyimdən bəri babamgillə yaşayıram. Mənim böyüməyimdə babamın əməyi həqiqətən də çox olub. Və o mənim yeganə babam idi. Baba sevgisindən əlavə mənə ata sevgisini də bəxş eləyib. 3 qızına göstərdiyi ata sevgisini, mərhəməti,
o mehribanlığı mənə də eyni ilə hiss etdirib. Məni ata sevgisindən heç bir zaman məhrum qoymayıb. Ona həqiqətən çox minnətdaram ki, mənə belə bir uşaqlıq yaşadıb. Mənə bir uşağın hiss edə biləcəyi ən gözəl duyğuları yaşadıb. Bir uşağın hiss edə biləcəyi ən gözəl ata sevgisini yaşadım mənə ən mükəmməl şəkildə. Onunla xatirələrim çoxdur, onu çox istəyirdim. İlk dəfə onunla istirahətə gedəndə mənim 3-4 yaşım var idi və onda bir şəkil çəkdirmişdik ki, nənə, babam, mən qardaşım. O şəkili yeniləmək üçün düz üstündən 11 il vaxt keçmişdi və biz yenə son dəfə istirahətə gedəndə, çox təəssüf ki, bilməzdim sondur. İstirahətə gedəndə babaya o şəkili göstərdim. Dedim, baba, bəlkə bu şəkili yeniləyək? Dedi, hə qızım, əla olar. Onda xüsusi bir səs tonu var idi. Nəsə çəkdirdiyi o şəkili ona aid videoklip düzəltdim. Videoklip düzəltdim. Dedi ki, hətta qayıtdı mənə dedi ki, o videonu mənə də at. Videonu atdım ona. Atanda da qayıtdım, dedim ki, baba, o şəklin üstündən 11 il ötüb. Bu çəkdirdiyimiz şəklin üstündən də 11 il sonra bu şəkli çəkərik. De, hə, inşallah qızım. Açdım telefonun rəhmətə getdiyi gün, gördüm ki, attığım ona video, paylaşdığım videonun şəkillərini skrin eləyib özündə saxlayıb. Çox pis olmuşdum. Bu münasibət təkcə övladlara qarşı deyil, elə qızlarının həyat yoldaşlarına da eyni cür olub. 3 qız atası olan Cəfər ağa müəllim üçün kürəkən elə ən yaxın dost idi. Biz də Cəfər ağa müəllimlə çox möhkəm dost olmuşuq, bundan əlavə. Çox söz demək olar, yəni o qədər çox gözəl insan idi. Onun olan münasibət, o öz münasibətində qaynata, kürəkən münasibəti olmadı. İsti münasibət, ata-oğul münasibəti oldu və inandırım sizə, Cəfər ağa müəllimin itkisi mənə ikinci dəfə ata itkisini yaşatdı. Cəfər ağa müəllimin bir baba kimi, bir ata kimi ailəsinə olan münasibəti, bir işçi kimi işinə olan münasibəti bir böyük bir örnək idi. Əvvəldən də özü münasibəti elə qurmuşdu ki, burada daha çox, nəsə deyim, oğul-ata münasibəti idi. Hətta deyim ki, çox məqamda kürəkənə oğul kimi daha dəstək olardı, nəinki qızına. Qıraqdan baxan bəlkə də deyərdi ki, o qızı onun qızı deyil, onun gəlinidir. Yəni, üstünlüyü daha çox kürəkənə vermişdi. Həm də ki, o işi ilə bağlı idi, çox böyük kollektivdə işləyirdi, nədən idi? O cümlələri elə düzəldirdi ki, elə sözlərdən istifadə edirdi. Adam fikirləşirdi ki, oturub fikirləşərsən, 20 kombinasiya qurasan, 50 kombinasiya qurasan sözlərdən, həmin cümləni qura bilməzsən də. Yəni, elə deyirdi ki, yəni, heç kimin xətrinə dəymirdi, heç kim onu iki tərəfli başa düşmürdü. Yəni, çox doğru, dürüst danışıq, natiqlik onun gözəl xüsusiyyəti var idi. Nəvələrindən Rəşad Mövsümov Memarlıq və İnşaat Universitetinin magistraturasında təhsil alır və babasının yolunu davam etdirir. Məncə, hamı etiraf eləməlidir ki, bəzən işlər qaydasında getməyəndə insan əsəbləşir, amma babamla mənim bir şəklim var, onu asmışam otağımdan. Həmişə bir çətinliyim olanda və ya əsəbləşəndə, həmişə o şəkilə baxıram, onun dediyi sözləri xatırlayıram. O mənə xeyli kömək olur. Mənə verdiyi məsləhətlər, mənə dediyi sözlər həmişə qulağımdadır. Hal-hazırda da onun varlığını hiss eləyirəm və o özü burada olmasa da mənə çox kömək olur. Onun bu qədər əziyyət çəkdiyi, alın təri tökdüyü bu şirkətdə işləmək və onun yolunu davam elətdirmək mənim üçün çox böyük bir qürurdur. Biz bu gün bir Azvirt kimi onun böyük yerini və onun rolunu bu gün çox hiss edirik. Ən əsas odur ki, onun balalarına xoşbəxtlik arzulayırıq. Nəvələri həmişə bilsinlər ki, onların babaları bir insan kimi, bir mütəxəssis kimi, bir yol mühəndisi kimi Azərbaycanda aparıcı şəxslərdən biri idi. Belə başa düşdük ki, yəni dünya fanidir. Nə qədər də işləsən, nə qədər istəsən, yəni hər şey bir anın içində dəyişə bilər. Yəni bunu içimizdə çox ağır keçirtdik. Amma ki, yenə də
fəxr eləyirik. Onun davranışı ilə, hərəkəti ilə deyirdi ki, yəni uşaqları tərbiyə eləmək istəyirsənsə sözlə tərbiyə eləmə. Öz hərəkətlərinlə ona nümunə olmalısan. Yəni bu prinsip bizlə də davam edir ki, yəni ki sözlə deməklə deyil, yəni hərəkətlərinlə nümunə olmalısan. O da öz hərəkətləri ilə, sadəliyi ilə, təvazökarlığı ilə, işə məsuliyyəti ilə bu dəyərlər ömrümüzün axırına kimi bizlə gedəcək. Son bir il çox rəngsiz, solğun, çox darıxdırıcı, özündən sonra çox böyük bir boşluq buraxıb. Xüsusən də həmin adam sənin ən yaxın sirdaşındırsa, ən səmimi söhbət etdiyin insandırsa, gözəl atadırsa, çox çətin keçib. Bəzən elə bilirəm ki, 100 ildə atamı görmürəm, bəzən isə elə bilirəm ki, mən elə mayın 19-unda qalmışam, xəbər aldığım yerdə. O həm 3 qız övladının qəhrəmanıdır, 2 qız nəvəsinin qəhrəmanıdır və mən İnanıram ki, o mənə, bizə bəxş etdiyi sevgi bizim həmişə ürəyimizdə yaşayacaq, daim bizimlə var olacaq. O sözün əsl mənasında Azərbaycanı gələcəyə aparan yollarda öz adını əbədiləşdirə bildi. Harda Azvirt adı çəkilirsə, deməli orada bu peşəkar əməkdar mühəndisin ruhu da yaşayır. Cəfərağa müəllimin əziz xatirəsi Azvirt ailəsi, doğmaları, eləcə də onu tanıyan digər insanların qəlbində daim yaşayacaq. Ancaq şərəflidir çətin olsa da, bütün çətinliyə dözdün, alışdın, soyuqda, istidə, çöldə, aranda, toz torpaq içində, günün altında, uzun illər boyu bu ağır işin hər üzünü gördün, qürurla dözdün. Alqışlarınızla Cəfərağa Bravo! Hamınıza can sağlığı, hamınıza şəxsiyyətdə xoşbəxtlik və firavanlıq arzu edirik.